Əlimi qolumu bağlasaz da mən o səhnəyə çıxacağam. Başa düşdünüz? Nə siz, nə də heç kim məni yolumdan döndərə bilməz. Bugün Solo adlı qısa metrajlı filmə baxırıq. Hər şey əslində bu səhnədən başlayır. Əlindəki paketi yerə qoyub qızla görüşür. İş axtarıram, amma tapa bilmirəm. Bu vaxtı çıxsaz tapmarsınız da. Bəlkə sən gəlib bizdə rəqs akademiyasında işləyəsən. Assistent axtarırıq geyim üzrə. Bilmirəm ki, yəni siz rəqs eləyəcəksiniz, mən də işləyəcəm. O nə deməkdir? Bəyəm iş axtarmırdınız ki? Restoranda iş var, istəmirsən? Başa düşmədim. Siz yeyəcəksiniz, mən işləyəcəm. Kinoteatrda iş var, istəmirsən? Siz kinoya baxasınız, mən işləyəcəm. Bax da bəlkə nəsə eləyə bildik. Bax da bəlkə nəsə eləyə bildik. Nə məsələn, nə edə bilərsiniz? Deyir ki, dənizlərdə inci tapmaq üçün gərək birinci qumsaldan keçəsiz. Qumsal Akademiya. Biz rəqs edəcəyik, siz işləyəcəksiniz. Bax da bəlkə nəsə edə bildik. Adam deyir rəqs edin, bunlar isə tam fərqli şeylər edir. Hər şey bir qırağa. Bu nə kadrdır? Biz niyə ancaq müəllimi arxadan görürük? Bilmirəm, bəlkə hansısa bərbərin gizli reklamı gedir burada. Qoyduğumuz kantlar göz önündədir. Bizə məlum olur ki, bu qızın rəqsə böyük həvəsi var. Rəqqasə olmaq istəyir. Amma bir problem var. Hicran! Sənə deməmişəm ki, bu evdə rəqs eləmək olmaz. Sən evdə rəqs edəcəksən, mən işləyəcəm. Ona görə də qız çöllərdə rəqs edir. Özdə kişi demədi ki, rəqs eləmə. Dedi ki, bu evdə olmaz. Bir də rəqs eləyənlərin necə həyat tərzi keçirdiyini biz yaxşı bilirik. O nə deməkdir? Beynim yandı. Bu kişinin yoldaşı rəqqasə deyildi. O da səhnəyə çıxırdı, rəqs eləyirdi. Sonra Onda o nə deməkdir? bir də rəqs eləyənlərin necə həyat tərzi keçirdiyini biz yaxşı bilirik. Bilmərsiniz də sizin həyat yoldaşınız olub. Amma bəllidir axı siz onu yaxşı mənada demirsiniz. Anam ona görə ölmədi. Bunu sən bilməzsən. Sən bilmirsən o nəyə görə ölüb. Bəlkə özü öldürüb kişi.